Səhər yırtdı yaxasını, hayla görək hodaq balam. Nişan öküz yana çəkmə, çubuq çəkər budaq balam. Yeri, yeri, xışım, yeri, enir dağdan qışım, yeri. Yazmaqdan hey yorulmadım, kağızımdı buşum, yeri. Bu torpaq, pilə torpaq, dilini bilə torpaq. Torpağa kül tökmədin, dönəcək külə torpaq. Hola var dədəm alım, dilləndir qədəm alım. Qadabala yükürsən, torpağım, qadan alım. Bu oxuduğum nəğmələr bizim ən qədim əkinçilik nəğmələrimizdir. Holavarlar, sayaçı sözləri, ovçu sözləri, balıqçı nəğmələri, sağım nəğmələri bizim ən qədim ənənələrimiz sayılır. Holavarlar öküz, kəl üçün oxunan nəğmələrdir. İnsanları zəhmətə alışdırmaq üçün, onlara motivasiya vermək məqsədi daşıyan nəğmələrdir. Bundan başqa qoyunçuluq sahəsində istifadə olunan sayaçı sözləri var. Hana sözləri, hana nəğmələri var ki, bu da ipəkçilikdə və toxuculuqda istifadə olunur. Göründüyü kimi, lirik növün ən yaygın janrlarından, formalarından biri olan holavarlar, sayaçı sözləri və başqa nəğmələrimiz bizim folklorumuzun əsasını təşkil edir və bu nəğmələrin əsas rişəsində dayanan isə bizim rituallardır, Tanrı ilə olan söhbətlərimizdir və ayinlərdir. Məşhur bir filmdə deyildiyi kimi, insanlar nə vaxt nəğmə oxuyurlar? Xoşbəxt olanda. Sinə dəftər ulusumuzun nəğmələrsiz günü olubmu? Ağrıyanda da, sızlayanda da, sevinəndə də sinəsini oyub, köksünü dəlib, oradan dürlü-dürlü misralar çıxarıb. Folklorumuzda əmək və mərasim nəğmələri bu səbəbdən ən yaygın bir janra çevrilib. Yaz əkinçi, qış dilənçi olan cütçülərimizin, biçinçilərimizin nə yaxşı ki kövrək, həzin nəğmələri olub. Hər bəndi 4 misradan ibarət olan holavarlar ən qədim əkinçi nəğmələrimizdir. Ala gəlim, bizə gəl, dağdan enib, düzə gəl. Dırnağının gözü ilə, qara düzü, bəzə gəl. Atif bəy, nəhayət sırada sizə gəldi. Nə yaxşı ki, bugün bizim İris folklor verilişimizdə sizlə də mükalimə aparacağıq, söhbət edəcəyik. Və mənə maraqlı olan bir məsələ var. Mərasim folkloru deyəndə ilə ilk növbədə bizim ən qədim mərasimlərimiz, mərasim nəğmələri, bunun içərisində məişət nəğmələri, mövsüm nəğmələri və s. və yaxud da əmək nəğmələri ümumi götürəndə, küllü halda götürəndə bunların hamısını qapsayır bu mövzu. Mənə ən çox maraqlı olan bir məqam var. Sizə elə gəlmirmi ki, bu nəğmələrin rişəsində, kökündə məhz bizim elə rituallarımız, ayinlərimiz, Tanrıya edilən dualarımız dayanır. Çünki biz elə ki, o şükranlıq dualarını çatdırmaq üçün bir növ bu əmək nəğmələrini yaratmışıq, mərasim nəğmələrini yaratmışıq. Burada o qaynaqları görmək mümkündürmü? Əlbəttə mümkündür. Turan bəy, mərasimlərlə bağlı əsas biz mətnləri araşdırarkən bircə məsələ ən əsas olaraq üst qatda görünür. Bu məsələ odur ki, hər hansı bir mətnin kökü mərasimlərə gedir, çıxır. Mərasimlərdən qopan mətnlər mövcuddur. Mərasimlərlə davam edən mətnlər mövcuddur. Elə mətnlər var ki, davam edə bilməyib, əskidə qalıb, sıradan çıxmışdır, adı tədqiqatlarda qalmışdır. Elə mətnlər də vardır ki, bu günə qədər davam edir. Müxtəlif mərasimlərdə biz onun şahidi oluruq, müşahidə edirik. Və mərasimlərlə bağlı ən əsas məsələ odur ki, mərasimi əgər bir tez salında götürsək, inancsız mərasim yoxdur. Əgər hər hansısa bir kütləvi bir tədbirdə inanc yoxdursa, orada mərasim yoxdur. Mərasimlərin qədim kökü ritualdır. Ritualla bəzən mərasimi eyniləşdirirlər. Bizdə söz qarşılığı bir qədər zəif axtarışına çıxdıqlarına görə buna cəhd eləyirlər. Ancaq ritual daha qədim, mərasimlərin daha qədim formasıdır. Ritual bir mənalı şəkildə Tanrıya, Allaha itaət, ona qulluq, ona ibadət əsasında götürülür. Və bizim mərasimlərin kökündə durur. Yəni, bütün mərasimlərimizdə vahid Allah inancı durur. Vahid Allaha dua etmək, ondan uğur diləmək,
gələcək üçün, sabahları üçün, yeni keçid üçün xoşbəxtlik arzulamaq, firavanlıq arzulamaqdır. Əmək nəğmələrində təriflərin ünvanları öküz, kəl, qoyun, quzu, balıq, malqara olsa da, bu əslində bərəkət naminə xalqımızın Allaha olan şükranlıq duaları kimi qəbul edilir. Ver yeyim, ört yatım, gözdə canım çıxmasın, prinsipindən yan gəzib, şükür etmək də bir əxlaq biçimidir. Bu, böyük bir vicdani keyfiyyətin nümunəsi olmaqdan ziyadə, həm də nəğməkar bir xalqın nəğməkar dualarına bənzəyir. Bir məsələ də mövcuddur ki, burada bu rituallarda ölüb dirilmə məsələsi mövcuddur. Yəni ölüb dirilmə bir keçiddir. Misal üçün qışdan yaza keçid artıq ölüb dirilmədir. Yəni qışda artıq dayanır, kosa misal üçün qışda ölür və yazda kosa yenidən dirilir. Yəni ölüb dirilmə motividir. Və bu ölüb dirilmə motivinin isə kökündə Tanrıya inanc durur. Və mərasimlər sonraki dövrdə öz mahiyyətindən uzaqlaşmağa başlayır və əyləncə funksiyasına keçir. Məsələn, bugün biz müşahidə elədiyimiz, misal üçün toylarda yemək, içmək, əylənmək, əyləncəsi funksiyası daha çox qabarı şəkildə görünür. Lakin toy bir mənalı şəkildə soy aktıdır. Yəni, bu bizim Dədə Qorqud kitabında da görünür. Dədə Qorqud kitabında biz açıq-aydın görürük birinci boyda Bayındır xan toy çağırır və həmin toyda ağ çadır qurur, qırmızı çadır qurur və qara çadır qurur. Ağ çadıra oğlu olanı, qırmızı çadıra qızı olanı, qara çadıra isə oğlu qızı olmayanı yerləşdirin əmrini, tapşırığını verir. Atif bəy, mən indi xatırladım, biz uşaq olarkən yadımdadır ki, Azad Nəbiyevin, Paşa Əfəndiyevlə birgə bir kitabı çıxmışdı. Bax, o kitab buradadır. Bəli. Nəğmələr, inanclar, alqışlar. Orada da təsnifatlandırılanda ayrı verilirdi. Əmək nəğmələri ayrı idi, mərasim nəğmələri ayrı idi və mərasim nəğmələri özü də bölünürdü mövsümi və məişət mərasimləri nəğmələrinə. O cür var idi. İstənilən halda bunlar hamısı nəğmələrdir və o siz dediyiniz kimi onların hamısının qaynağında bizim rituallarımız dayanır, ayinlərimiz dayanır, ən qədim dualarımız dayanır, türkün özünü ifadə eləmə məsələsi dayanır. İndi biz dedik ki, o duaların forması bir qədər dəyişmişdir. Bu da bizim şairanəliyimizdən irəli gəlir. Şair xalq olmağımızdan irəli gəlir. O poetikamızı biz ona qoşmuşuq, bunları sistemləşdirmişik. Görürsünüz, holavarlar olsun, sayaçı sözlər olsun və yaxud da laylalar olsun. Bunların hamısında o qafiyə sistemi gözlənilir, poetika var. Məsələn, yadımdadır ki, vəsf-i hallar deyərdik. Vəsf-i hallarda o da mərasim nəğmələrinə aid olan demək növlərindən biridir və orada da deyirdi ki, bülbül oxur yuvada, can bala can can, qanat çalır havada, can bala can can. Bunu başqa formada da demək olar. Amma bu bizim Türk xalqının poetik düşüncəsinin təzahürü kimi özünü göstərir. Yəni, mənə elə gəlir ki, bu təhriflərin çoxu bununla bağlı olub və dediyiniz kimi əmək nəğmələri, mərasim nəğmələri külli halda götürəndə bir mərasim folklorunun içindədir, onun əhatəsindədir, o mövzunu tam şəkildə qapsayır. Amma o qədər çoxdur ki, bunun təsnifatlandıranda görürük ki, mərasim nəğmələrinə istər bizim o toy nəğmələri, yas nəğmələri, ağılar, yoğlamalar və yaxud da şahsey vaxtseylər, bunlar hamısı mərasim nəğmələrinin tərkib hissəsidir və yaxud da adaqlı nəğmələri. Biz ona adaqlı oxşamalar da deyirik. İndi müxtəlif regionlarda müxtəlif cür təzahür edir və istərdim ki, son olaraq bir mərasim folkloru haqqında ürək sözünüzlə deyərdiniz. Mən bu məsələ haqqında bir deyim ki, bu mərasim folklorun eyni zamanda biz ənənəvi və qeyri-ənənəvi əmək nəğmələri, sağın nəğmələri, sayaçı nəğmələrinə bölməliyik. Çünki nəyə görə? Çünki əvvəlki illərdə, daha qədim dövrlərdə olan nəğmələrlə müasir dövrlərdə oxunan fərqlidir.
Misal üçün, təsəvvür edin ki, mərasim folklorunda çox yeni bir anlayış Azad Nəbiyev gətirib, bazar folkloru anlayışı gətirib. Bazar folklorunda müxtəlif deyimlər var. Bazarda əməkçilər nə üçün əmək nəğmələri oxuyurlar? Bunun səbəblərini meydana gətirir. Əmək nəğmələrini, bunun mənəvi psixoloji, eyni zamanda maddi tərəfləri var. Yəni, tutalım, bir insan əmək fəaliyyəti ilə məşğuldur, o əməyindən mənfəət əldə eləmək məqsədi daşıyır. Eyni zamanda o həmin proses zamanı özünün gərginliyini azaltmaq məqsədi güdür və həmin o gərginliyi azaltmaq üçün nəğmə oxuyur. Biz özümüz də günü bu gün müəyyən bir vaxtda, müəyyən bir iş görəndə hansısa bir əlimizdə başqa vasitə olmadıqda İstər-istəməz hansısa bir zümzümə də eləyə bilirik. Yəni, əmək nəğmələrinin gücü məhz buradadır. Təbii yanaşmaq lazımdır hər şeyə. Gedib haradasa, hansısa bir qeyri-adi, nə bilim, qeyri-mədəni, tutalım, hansısa bir qüsspərəstlik anlayışlarına, meyillərinə bağlı bir istilahı gətirib nəyəsə bağlamağın mənası yoxdur. Bir də mövsüm mərasimi nəğmələri var. Əsasən yaz ağzında oxunan, yağışın yağması, günəşin çıxması, küləyin əsməsi, torpağa etiqadla bağlı nəğmələrimizdir. Novruz qabağı oxunan nəğmələri də buna əlavə etsək, lap yerinə düşər. Sayacı sözlərində bəzi tədqiqatlarda sayə sözü var, fars sözüdür, müasir fars dilinə aiddir, son dövrdə işlənən sözdür və sayacı sözü kölgə deməkdir, yəni mənası. Bunu gətirib sayacı sözlərini hətta sayə sözü ilə belə bağlaya bilirlər ki, təbii ki, bu da özünü doğrultmur. Çünki bu qədimdən gələn nəğmələrdir, ancaq eyni zamanda mütəhərrik nəğmələrdir. Yəni, hərəkətdə olan nəğmələrdir. Yəni, qədimdə yaranır və bugünə qədər davam edir, yeniləşir, nəğmələr yeniləşir sizin dediyiniz kimi və eyni zamanda bu şəkildə də bizim mərasimlərimiz davam edir. Və təbii ki, nə qədər xalq var, onun mərasimləri var. Mərasimlər bizi həm uca Allaha bağlayır, həm də öz həyatımızın firavan keçməsinə sövq edir. Çox haqlısınız Atif bəy. Yəni, bu elə bir şeydir ki, bu mərasim folklorunda sükunət yoxdur. Yəni, 1 milyard il də bundan əvvəl ölüm, itim, toy, büsat var idi. 1000 il əvvəl də var idi. Bugün də var, sabah da olacaq. Yəni, bu qoşa qanaddır. Yəni, burada xeyirlə şər antagonist deyil, əksinə vəhdətdir, elə bir-birini tamamlayan bir məfhumdur. Mən də sizə bu folklor araşdırmalarınızda, bu yolda, yəni Türkün böyük folklor ənənələrini çözələdiyiniz üçün sizə təşəkkür edirəm. Bu yolda göstərdiyiniz çabalara görə minnətdarlığımı bildirirəm və aktiv şəkildə bu müzakirələrə qoşulduğunuz üçün sizə can sağlığı diləyirəm. Mən də dəvət üçün Turan bəy sizə xüsusi minnətdarlığımı bildirirəm və heyətinizə də təşəkkür edirəm. Atəş bəy, sizlə dəfələrlə söhbət eləmişik, müxtəlif mövzularda mükalimə aparmışıq, fikir mübadiləsi aparmışıq. Bugün də nə yaxşı ki, elə sizin, belə deyək ki, elə öz meydanınızda top oynayacağıq, sizin öz elə sahənizdə top oynayacağıq. Bu da mənə çox belə rahat gəlir ki, sizin ürəyiniz istədiyiniz mövzudur, folklor sahəsi, mərasim folkloru. Biz ayaqüstü bir söhbət elədik bu barədə. Üzeyir bəylə başlamaq istəyirsiniz. Yəni, gözümüz üstə yeri var. Buyuruz. Bilirsiniz Turan bəy, bu mərasim nəğmələri, eyni zamanda əmək nəğmələri bizim musiqi mədəniyyətimizin, yəni belə deyək də, onu nota çevirən, onu çap etdirən, onu bir dövlətimizin, xalqımızın bir milli mənəvi dəyəri kimi dünya çapında təqdim edən dahi Üzeyir bəyin bu məsələlərə yanaşması, düşünürəm ki, eyni zamanda bu istər mərasimlərin, istər belə deyək də, digər bizim xalqın mədəniyyətinin o sahə ilə bağlı, musiqi yaradıcılığı ilə bağlı, əmək fəaliyyəti və s. məsələlər, bütün bunlar hamısı o qədər bir-birinə bağlıdır ki, yəni dahi bəstəkar bir məsələyə yanaşanda o bunların mərasimi kökünün olması, onun digər sahələrə məsələn nüfuz etməsi faktını təbii ki ön plana çəkir. Çünki qeyd olunur ki, bu mahnılar, belə nəğmələr məsələn bir günə, bir gecəyə yazıla bilməz. Burada xalqımızın həm musiqi zövqünün zəngin olması, həm onun şeiriyyətə, ədəbiyyata,
yəni poetik bir düşüncəyə malik olması və eyni zamanda qeyd olunur ki, dahi bəstəkarın qeydlərində, bunlar digər bir sahənin araşdıranda biz burada tərkibində digər bir sahənin çox ciddi bir, əhəmiyyətli bir materialının olduğunu görə bilirik. Nə idi o əhəmiyyətli material? Onun etnoqrafik bazası. Bilirik ki, hər bir janrın yaranması xalqın o təsərrüfat həyatının tipindən asılı olaraq bir formalaşma prosesi keçirir. Məsələn, nə idi bu? İstər sağlı nəğmələrdir, sayəçi nəğmələrdir, holavarlarımızdır, Ovçu nəğmələri, ovçu nəğmələr, balıqçı nəğmələri də var. Hətta Lahızda miskər nəğmələri var. Bunu xalq, belə deyək, Astali xalqın dilindən mən eşitmişəm. Öz, deməli, o tatca belə ifadə edirlər o miskər nəğmələrini. Yəni, sənətkarlığın bütün sahələri üzrə insan əgər hansısa bir fəaliyyəti varsa, mütləq onun bir obraza gətirir. Onu bir poetik dillə ifadə etməyi də təbii ki, unutmur. Və janr, qaydıram o əvvəlki fikrimə ki, bax, o janrın yaranması təsərrüfat tipinin birbaşa mahiyyətindən gəlirdi. Qaynaq təsərrüfat tipi idi. Niyə görə? Biz köçəri, belə deyək də, bu yaylaq-qışlaq köçündən gedir. Təbii ki, böyük köçlərdən getmir söhbət. Oturaq xalqımızın, belə deyək də, aborigen xalqımızın. Köçəri deyəndə bəzən bizi bu gəlmə falan hesab edirlər. Bu yanlış bir şeydir, təbii ki. Bu yaylaq-qışlaq köçü zamanı qeyd etdiyimiz məsələlərdə eyni zamanda, bax, görürsünüz ki, orada ifadə etdiyi fikir onun maldarlığın, onun əkinçiliyin və s. Belə deyək də, istər eğdirmələr olsun, sağın nəğmələr olsun, eğdirmələr də deyilir, bilirik buna. Bunlar hamısı o janrın yaranması üçün o təsərrüfatın, o belə deyək də, o spesifikası rol oynayırdı, artıq onu formalaşdırırdı. Amma baxın, görün, biz oturaq əkinçilik dövründə keçdikdə tam, belə deyək də, bilirik ki, xalqımızın köçəri maldar həyatı, eyni zamanda onun oturaq əkinciliyə keçməsi böyük bir tarixi bir mərhələdir. Bu birdən-birə baş verməyib, təbii ki. O əkinçi nəğmələri və s. digər öz yerində əkinçiliklə bağlı, tutalım ki, holavarlardır, bunlar hamısı əkinçi nəğmələri, təbii ki. Eyni zamanda sonraki folklor, ciddi folklor örnəklərinin yaranması üçün həm də bir zəmin idi. Atəş bəy, bir də əmək ağır bir prosesdir də, yəni zəhmət tələb edən bir prosesdir. Burada insanları külli halda yəni bir motivasiya eləmək lazım idi. İnsanları nəğmə ilə, şeirlə onu bu işə təhrik eləmək lazım idi. Yəni bunun kökündə bir sıra komponentlər dayanır, bir sıra amillər dayanır. Ona görə də min illər boyu bizə sarı yol gəlir bu nəğmələr. Məsələn, laylaların özü. Bu uşağı yuxuya vermək lazımdır ya yox? Buna bir layla oxumaq lazımdır da və yaxud da yuxudan ayılan kimi ona bir oxşama demək lazımdır da. İndi bəzi yerlərdə ona əzizləmələr də deyirlər, nazlamalar da deyirlər. Bunun ritmi də onun intonasiyasına uyğun idi. Yəni, laylalar daha həzin idi, bu uşağı yuxuya verirsən. Yəni, bunun mifoloji qatında bunu bir ölümə vermək dayanır da, yəni həzinlik var. Qısa ölümdür də, yuxu nə deməkdir? Ölümün əkiz qardaşıdır. Eyni zamanda yuxudan durarkən, aha, dirçəldi. Bunu bir, görürsünüz, onun ritmi daha şən idi, daha nikbin idi. Onu artıq oxşamalar deməklə ki, hə, balam artıq durub və o bir küllü eləməsin deyə, yəni bir ayıldığını hiss edib hardayam deyə, bunu hiss eləməsin deyə bu nəğmələr oxunur. Həssas yanaşma idi. Həssas və müdrik bir yanaşma. Çox maraqlı bir məsələyə toxundunuz, Turan bəy. Məsələ burasındadır ki, bu bütün o uşaqların, belə deyək də, o layla dövründən tutmuş, onun qəhrəmanlıq dövrünə qədər ki, olan bir məsafə var ha. Burada hissə ana o çağırdığı nümunə ilə, istər layla ilə, istər oxşama ilə, istər bayəti ilə onu həm də bir qəhrəman kimi yetişdirir. Çünki o layla oxşama vasitəsilə eyni zamanda onun qulağına o sızdırdığı informasiya, onun bir xalqının hansısa bir gözəl nümunəsini, adət-ənənəsini, qəhrəmanının adını çəkilməsi get-gedə uşaqda bir təhtə şuurda artıq formalaşma gedirdi. Atəş bəy, qədim bir Roma deyimini xatırlayıram ki, şairlər doğulur, ancaq qəhrəmanlar yaranır. Bizim analar, bizim nənələr məhz o qəhrəmanları yaradan insanlardır. Necə ki, bizim elə dastançılığımızda da var, Qaçaq Nəbinin dilindən, Koroğlunun dilindən oxunan qəhrəmanlıq nəğmələri də var ki, o da mərasim nəğmələrinin bir hissəsidir. Bugün də çağdaş dönəmimizdə qəhrəman evladların yetişməsi diləyi ilə sizə də təşəkkürümü bildirirəm. Tanrı Türkiyə yar olsun. Dəvətinizə görə təşəkkür, Turan bəy.
laylalar bizim anaların uşaqların yatızdırması üçün, çağların yuxuya getməsi üçün oxuduğu nəğmələrdir. O nəğmələr ən qədim dövrlərdən bizim analarımızın dillərində olub. Laylay dedim yatasan, qızıl gülə batasan, qızıl gülün içində şirin yuxu tapasan. Bu nəğmələri söyləyərkən mən, sən, o kimi təkdə işlənən şəxs əvəzlikləri olduqca artıq görünür. Çünki əmək və mərasim nəğmələri bizim nəğmələrimizdir. Bizim hamımızın. Ən qədim nəğmələr sırasında mərasim nəğmələrimiz də var. Mərasim nəğmələri özü məişət və mövsümi nəğmələrə bölünür. Mövsümi nəğmələr deyərkən biz yaz ağzında oxunan nəğmələri başa düşürük. Xıdır Nəbi bayramında oxunan nəğmələr, Çillə gecəsində oxunan nəğmələr, ha belə İlaxır Çərşənbə gecəsində oxunan nəğmələri nəzərdə tuturuq. Bundan başqa isə bizim məişət nəğmələrimiz var ki, bu xeyir və şər qanadını folklorumuz daşıdığı üçün bu nəğmələr də çox önəmli sayılıb və ən qədim zamanlara dayanıb. Bunlar yaz, hüzür nəğmələrində oxunan ağılardır, yuğlamalardır və eyni zamanda toyda, büsatda, nişan günlərində oxunan nəğmələrimizdir. Kim bilir, bəlkə də Şeyx Nizaminin xeyir, şər əlamətlərini özündə təcəssüm etdirən Sirlər Xəzinəsinin də gizli şifrələri, gizli kodları məhz folklorumuzun mərasim nəğmələrində gizlənib. Əgər belədirsə, o zaman irsimizin izi ilə getməyə dəyər.